Salam, hər vaxtınız xeyir. 180 ədədinin 3-ə bölünən natural bölənlərinin sayını tapmaq üçün əvvəlcə mən 180-i sadə qruplarına ayırmalıyam. Deməli, 180 bölünür 2-yə, sonra bölünür 5-ə. 2-yə və 5-ə bölmək 10-a bölməkdir. Yəni 10-a böləndə alınır 18. 18-i 2-yə bölürəm 9. 9 da bölünür 3-ə 3. 3-ü də bölürəm 3-ə 1. Deməli, 180 ədədi sadə qrupları olası 2-nin üstü 2 dənə, yəni 2-dən 2 dənə, 3-dən də 2 dənə və 5-dən 1 dənə. Burada natural bölənlərin sayını tapanda, ümumiyyətlə natural bölənlərin sayını tapanda bu üstləri üzərinə 1 dənə gəlib, 2-nin üstünə 1 gələm, bu bir 2-nin üstünə 1 gələm və 1-in üstünə 1 gələm. Bunları bir-birinə vurmaq lazımdır. Bu eləyir 3, vur 3, vur 2. 9 dəfədə 2-nin 18 dənə natural böləni var. İndi 3-ə bölünəndə isə mən 3-ə bölünməyənləri tapım. 3-ə bölünməyənlər o deyən söz ki, bunun tərkibində 3 olmasın. Yəni 3-ə bölünməyən. Bölünməyənləri tapmaqdan ötürü bu 2 üstü 2 və 5 üstü 1-dən istifadə eləyəsiyəm. 2 üstü 2 vurulsun 5 üstü 1. Deməli, burada da 2-nin üstünə 1 gələm, bir də 1-in üstünə 1 gələm. 3 vurulsun 2, 6 dənə də deməli bölünməyən var. Hamısı bir yerdə 18 dənədir. 6 dənə də bölünməyən varsa, deməli 3-ə bölünən yerdə qalanlar olasıdır. 18-dən 6-nı çıxıram. 3-ə bölünən deməli natural bölənlərinin sayı 12 dənədir. Hələlik bu qədər. Sağ olun.